Bugündən etibarən sizlər üçün qəbul imtahanına düşə biləcək 3 dənə ayrı-ayrılıqda sual tiplərinin izahı gələcək və bu sualların hər biri ayrı-ayrı video şəklində izah olunacaq. Buna görə də kanalımıza abunə olmağı unutmayın ki, videolar gəldikdə xəbərdar olasınız. Gəlin başlayaq 43-dən. Şərtdə deyilir ki, x oxucusu hərəkətdən 2 cismin hərəkət tənliyi x1 bərabər 5 çıxaq 2t, x2 bərabər 2t çıxaq 5 şəklində verilmişdir. Onların nə qədər vaxtdan sonra görüşdüyünü hesablayın. Bu tipdə görüşmə məsələlərində mütləq və mütləq biz x-ları, yəni koordinatın zamandan asılıq tənliklərini bir-birinə bərabər götürməliyik. Burada yazmalıyıq x1 bərabərdir x2-yə. Bu zaman 5 çıxaq 2t bərabərdir 2t çıxaq 5 yazırıq. Bir tərəfə keçirdikdə bu zaman 4t bərabər olur 10-a, t də bərabər olmuş olacaq 2,5-ə. Cavab oldu A bəndi. 44-də də eynisidir. 5 çıxaq 3t-ni bərabər götürəcəyik 4t çıxaq 9-a. Bir tərəfə keçirəndə olacaq 7t bərabərdir 14-ə, t də bərabər olacaq 2-yə. Baxın, bunu t-nin içini gətirib burada yerinə qoymaqla görəcəyik ki, düzgün cavab alırıq. Yəni, eyni koordinatda olurlar. Deməli, onlar eyni yerdədirlər hər ikisi də. Və əlbəttə ki, eyni yerdədirsə, deməli, artıq onlar görüşmüş hesab olunur. Cavab da burada oldu B bəndi. Digər videolardan xəbər tutmaq üçün kanala abunə olmağı unutmayın. Hər gün 3 video gələcək sizlər üçün və hər biri də ayrı-ayrı sual tipləri olacaq. Özünüzə yaxşı baxın. Digər videolarda görüşənədək sağ olun.